Elə pensiya mövzusunu davam etdiririk. Bir sıra yeniliklər olacaq pensiya məsələsində bağlı. Komitədə, Milli Məclisin komitə iclasında bununla bağlı təkliflər oldu. Bəzi məqamlar səsləndirildi. Bütün bu məqamları studiyada olan qonağımızla müzakirə edəcək. Qonağımız millət vəkili Vüqar Bayramovdur. Vüqar müəllim, hər vaxtınız xoş gəlmisiniz. Vüqar müəllim, ilk olaraq belə bir sual verim ki, Azərbaycanda bəzi şəxslərin əmək pensiyaları dövlət tərəfindən ödəniləcək belə bir xəbər var idi. Əmək pensiyası ilə bağlı büdcədən qanunvericiliyə dəyişiklik olunur. Layihə özündə nəyi əks etdirir? Ümumiyyətlə, hansı vətəndaşlar bundan istifadə edə bilərlər? Artıq qeyd etdiyiniz kimi, Əmək və Sosial Siyasət Komitəsində Milli Məclisdə söz gedən dəyişiklik müzakirə olunub və qəbul olunub, eləcə də plenar icrasa tövsiyə olunub. Yəni, bu o deməkdir ki, Milli Məclis tərəfindən qəbul olunduqdan sonra həmin dəyişiklik qüvvəyə minəcək. Konkret, yəni bu artıq təklif deyil, dəyişiklikdir və bu dəyişiklik mahiyyətə nədən ibarət? Əslində, öncəki süjetdə də təxminən bu məsələyə müəyyən qədər toxunulmuşdur. Söhbət güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsinə və güzəştli şərtlərlə pensiya hüququ əldə edən vətəndaşlarımızın məhz o güzəşt müddətində pensiyaların ödənilməsindən gedir və pensiyanın ödənilməsi mənbəsindən gedir. Çünki nəzərə alsaq ki, bəzi vətəndaşlarımız, məsələn, çoxuşaqlı ailələr, həmin çoxuşaqlı ailələrdə analar və bəzi hallarda atalar pensiyaya daha tez çıxırlar. 5 il daha öncə pensiya hüququ qazanırlar və onların baxmayaraq ki, 64 və ya 65 yaş pensiya yaşıdır, əmək pensiyası yaşı. Onlar 5 il öncə çıxdıqlarına görə, yəni 60 yaşında pensiya çıxdıqları üçün məhz 60-65 yaş arası onların pensiya məbləğinin ödənilməsi həyata keçirilməlidir. Yəni, bu artıq dövlətin öhdəliyidir və bu dövlət öhdəliyi olduğuna görə artıq dövlət büdcəsində öz əksini tapacaq. Çünki dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondundan transferlər var və 2025-ci ildə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondundan transferlərin, yəni ödənişlərin həzmi 1,6 milyard manat olacaq və bu, burada aslında 210 milyon manatlıq bir artım var və 210 milyon manatlıq artım məhz güzəştli şərtlərlə pensiya hüququ əldə edən vətəndaşlarımızın pensiya məbləğlərinin dövlət büdcəsi hesabına ödənilməsindən gedir. Bu, təbii ki, vətəndaşlarımız üçün nə üçün vacib? Çünki bu dayanıqlıq baxımından vacibdir. Pensiyaların ödənilməsindəki həm fiskal dayanıqlıq, həm pensiyaların tam olaraq ödənilməsi və ya yubanmaların olmaması və praktik olaraq həmin müddətdə dövlət büdcəsi bütün xərcləri və öhdəlikləri üzərinə götürür. Yəni, Dövlət Sosial Müdafiə Fondu deyil, dövlət büdcəsi tərəfindən ödənilir. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri daha çox ödənişlər, yəni sosial haqlar hesabına formalaşır. Amma artıq büdcədə vəsait var və büdcədə vəsait olduğuna görə məhz həmin dəyişiklik qüvvəyə mindikdən sonra dövlət büdcəsi qeyd etdiyimiz vətəndaşların güzəşt müddətində pensiyasını ödəyəcək və güzəşt müddətində həmin pensiya məbləği birbaşa dövlət büdcəsinin vəsait hesabına ödəniləcək. Vüqar müəllim, bəs bu dəyişiklik sığorta stajı olmayan və yaxud da az olan insanlara nə qədər əhəmiyyətli olacaq? Yəni, nəzərə alsaq ki, ümumiyyətlə, pensiya, yəni sığorta aspektinə yanaşsaq, pensiyalarla bağlı bildiyiniz kimi, Cənab Prezident tərəfindən pensiya amnistiyası tətbiq olunur və bununla bağlı artıq bir neçə ildir ki, həmin müddətdə Cənab Prezident tərəfindən imzalanmış sənədlə uzadıldı. Hal-hazırda, yəni sizin sualınızı cavab olaraq vəziyyət necədir? Təbii ki, bununla bağlı bizim təkliflərimiz var. Əslində, 2018-ci ilin iyulun 1-nə dək hətta 1 manat pensiya kapitalı olan vətəndaşlarımız avtomatik əmək pensiyası almaq hüququna malikdir. Bu amnistiyadır. Yəni, hal-hazırda əmək pensiyası almaq üçün və əmək pensiyası almaq hüququ qazanmaq üçün tələb olunan minimum kapital təxminən 44 min manata yaxındır. Amma əgər vətəndaşımız, təbii ki, məsələn, bu il pensiya yaşı tamam olursa, əmək pensiyası hüququ qazanırsa, amma onun işlədiyi müddətdə sadəcə 2018-ci ilin ortasına dək 1 manat sosial ödəniş edibsə, yəni onun hesabında sadəcə 1 manat vəsait varsa, bu imkan verir ki, həmin vətəndaşımız əmək pensiyası almaq hüququ qazanır. Çünki əmək pensiyasının əslində yaşa görə müavinətlə əmək pensiyasının əsas fərqi ondan ibarətdir. Təbii ki, əmək pensiyası məbləği daha böyükdür nisbətən yaşa görə müavinətlə. Həm də əmək pensiyası hər il indeksləşdirilir. Yəni, müavinətlər indeksləşdirilmir, biz bunu müzakirə etmişik. Amma əmək pensiyası indeksləşdirilir. O baxımdan amnistiya nəticəsində, hətta sizin qeyd etdiyiniz kimi, sığorta və yığımları az olan vətəndaşlarımız əmək pensiyası hüququ qazanırlar
və onların əmək pensiyaları da təbii ki, məhz indeksləşdirməyə bağlı əmək pensiyaları haqqında qanuna uyğun olaraq hər il yanvarın 1-dən etibarən indeksləşdirir və artırılır. Ona görə bu amnistiya əslində xeyli sayda vətəndaşlarımızı əhatə edir. Çünki bəzi vətəndaşlarımızın yığımları çox deyil, yəni tələb olunan yığım məbləğində deyil. Amma buna rəğmən amnistiya olduğuna görə bu imkan verir ki, vətəndaşlarımız da pensiya yaşı tamam olan zaman əmək pensiyası almaq hüququna malik olsunlar. Vüqar müəllim, pensiya ilə bağlı hər zaman biz müzakirə açanda qaynaq xəttimizə xeyli suallar gəlir. İndi onlardan elə ikisini bir anda vermək istəyirəm. Eyvazova Xavər soruşur ki, ikinci qrup əlilliklə bağlı pensiya nə vaxt artırılacaq? Bir də üçüncü qrup gözdən əlil pensiya artacaqmı? Belə bir sual verilir. Yəni, mən sadəcə izah olaraq qeyd edim, yəni aydın olaraq bir məsələni qeyd edim ki, söz gedən, yəni bizim hörmətli tamaşaçımızın qeyd etdiyi məqam pensiya deyil, müavinətdir. Çünki əlilliyə bildiyiniz kimi əmək pensiyası yaşa görə əmək pensiyasıdır, ailə başçısını itirməyə görə əmək pensiyasıdır və əlilliyə görə əmək pensiyası. Yəni, 3 növ pensiya əmək pensiyalardır. Və əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri indeksləşdirilərək artıq yanvar ayında artırılıb. Söz gedən məsələ vətəndaşımızın qeyd etdiyi məqam müavinətlərlə bağlıdır və ümumiyyətlə əlilliyi olan vətəndaşlarımız ya pensiya alırlar və ya müavinət alırlar. Əgər pensiya almaq hüquqları yoxdursa, o zaman təbii ki, onlar əlilliyə görə sosial, yəni aylıq müavinətlə təmin olunurlar. Və təbii ki, sual əslində pensiyaların artımı ilə bağlı deyil, müavinətin artımı ilə bağlıdır. Və bildiyiniz kimi, Cənab Prezidentin 23 dekabr 2024-cü il tarixli imzaladığı sənəddə sosial müavinətlərin və təqaüdlərin artırması ilə bağlı Nazirlər Kabinetinə 3 ay vaxt verilmişdi. Və artıq mart ayında həmin 3 ay, yəni təkliflərin hazırlanması üçün həmin 3 ay başa çatdı və o deməkdir ki, Nazirlər Kabineti tərəfindən artıq təkliflər güman olunur ki, dövlət başçısına təqdim olunub və məhz həmin paketdə sosial müavinətlərin və təqaüdlərin artırılması nəzərdə tutulur. O baxımdan Cənab Prezidentin imzaladığı sənədə əsasən Azərbaycanda sosial paketin yeni mərhələsində sosial müavinətlər və təqaüdlər artırılacaq və təbii ki, gözlənilir ki, artırlar eyni zamanda vətəndaşımızın qeyd etdiyi müavinətləri də əhatə edəcək. Amma o müavinətlərdəki artım neçə faiz olacaq və hansı aydan qüvvəyə minəcək, o sənəd imzalanan zaman bəlli olacaq. Amma təbii ki, bizim tamaşaçının sualına cavab olaraq qeyd etmək istərdim ki, yəni yekun olaraq həm də bu sualın, sosial müavinətlər və təqaüdlər artırılacaq. Çünki bu sosial paketin bir elementidir və eyni zamanda Cənab Prezident tərəfindən bununla bağlı tapşırıq var. Amma konkret olaraq təbii ki, inşallah sənəd imzalandıqdan sonra konkret detallarla bağlı məlumat təqdim etmək mümkün olacaq. Bəli, Vüqar müəllim. Doğulan uşaqların sayı deməli 100-110 minə çatıb. Komitə də bundan bağlı bildiyimiz kimi həyəcan təbili çalırdı. Ümumiyyətlə bu şəraitdə, bu belə demoqrafik şəraitdə 3 və daha çox uşağı olan ailələrin də güzəştli pensiya hüququna malik olması barədə hansı fikirdəsiniz? Ümumiyyətlə, yəni bu çoxuşaqlı ailə anlayışına yenidən baxmaq sizcə nə dərəcədə zəruridir? Təbii ki, yəni o komitədə təbii ki, məsələ müzakirə olundu. Mən də orada fikirlərimi qeyd etdim, amma yenidən təbii ki, bizim hörmətli tamaşaçılar və sizlə bölüşə bilərəm. Və söhbət təbii ki, burada əslində komitədə müzakirə edilən məsələ iki istiqamətdə idi. Birinci istiqamətdə bildiyiniz kimi bizim öncə də qeyd etdiyimiz məqam güzəştli şərtlərlə pensiya alan vətəndaşlarımızın məhz uşaqların sayına görə güzəşt ilinin müəyyənləşdirilməsi. Yəni, sadi izah edim, mövcud qanunvericiliyə əsasən 5 və daha artıq övladı olan ailələrdə analar və ya bir sıra hallarda atalar 5 il daha çox pensiya, daha tez pensiya çıxır. Yəni 65 deyil, 60 yaşında pensiya çıxır. Və bizim təklif ondan ibarətdir ki, burada artıq uşaqların sayına uyğun olaraq diferensial yanaşsın. Məsələn, əgər biz çox uşaqlı ailə 5 və daha artıq götürürüksə, o halda 5 uşaq olursa təbii ki 5 il daha tez, 6 uşaq olursa 6 il daha tez pensiya hüququ qazansın. Yəni uşaqların sayı, hansı ki bir sıra ölkələrdə tətbiq olunur, uşaqların sayı illərə təsir etsin və pensiya yaşı ona uyğun olaraq azaldılsın. Nəticə etibarı onu gətirib çıxara bilər ki, artıq biz 5 və daha artıq yəni çox uşaqlı ailələr mövcud təsnifata uyğun olaraq desək, 5 və daha artıq uşaq olan ailələrdə artıq fiks olaraq, yəni konkret olaraq 5 il pensiya yaşının azaldılmasından deyil,
ailədə uşaqların sayına görə pensiya yaşının azaldılmasından söhbət gedir. İkinci məqam, yəni müzakirə edən ikinci məqam, yəni sizin qeyd etdiyiniz çox uşaqlı ailə anlayışıdır. Təbii ki, biz həmişə 5 və daha çox uşaqlı ailələr deyəndə təbii suallar yaranır ki, 5 uşaqlı ailələrin sayı çox deyil. Və bizim təklif ondan ibarətdir ki, təbii ki, eyni zamanda beynəlxalq praktika nəzərə alınmaqla, eyni zamanda bizim fiskal, yəni maliyyə imkanlarımızı nəzərə alınmaqla 3 və daha artıq uşaqlar üçün həmin güzəşt tətbiq olunsun. Yəni, bu o deməkdir ki, 3 uşaqlar da çox uşaqlı 3 və daha artıq. Yəni, əgər çox uşaqlı ailə 3 və daha artıq uşağı olan ailələr hesab olunursa, artıq həmin ailələr praktik olaraq pensiyada güzəşt əldə etmiş olurlar. Yəni, bu zaman artıq, yəni, təbii ki, bu təklifin qəbul olunduğu halda, məsələn, 3 uşağı olan ailədə ana 64 yaşda deyil, o halda təbii ki 3 il öncə 61 yaşda. Ata, əgər ataya o şamil olunacaqsa 65 yaşda deyil, 62 yaşda pensiya çıxa bilər və təbii ki diferensial. Sizcə bu doğum səviyyəsinə təsir edə bilərmi müsbət mənada? Təbii ki, əslində bizim komitədə də təklif edən zaman bizim əsaslandırmamız ondan ibarətdir ki, bu həm də təbii artım baxımından vacib. Çünki nə qədər çox uşaq, bir o qədər tez pensiya. Təbii, həm də insan kapitalı baxımından. Təbii ki, bu ümumiyyətlə, təbii artım əvvəllər daha çox iqtisadi güc olaraq, yəni əmək qabiliyyətli insanlar olaraq yanaşırdılarsa, artıq yanaşma dəyişir. Bu, həm də insan kapitalıdır. Yəni, təbii artım nə qədər çox olursa, ölkədə insan kapitalı o qədər çox olur və sözsüz belə güzəştlərin dairəsinin və miqyasının genişlənməsi həm də nəticə etibarı ilə qeyd etdiyimiz kimi ailələrdə uşaqların sayına təsir göstərə bilər. Vüqar müəllim, bu sualı belə qoymaq istəyirəm. Əgər 5 uşağı var, valideyn, ana deyək ki, 65 yaşında çıxmalıdır, yəni 62 yaşında onun hansısa bir övladı dünyasını dəyişir. Bu halda necə olur? 18 yaşına qədər uşağı böyüdübsə, yəni ümumiyyətlə burada həm əlilliyi olan uşaq və ya himayəyə götürən uşaq və eyni zamanda 18 yaşına qədər uşağı böyüdübsə, artıq bu çox uşaqlı ailədir. Çünki onun, yəni siz qeyd etdiniz... 18-ə qədər olan. Bəli, qeyd etdiyiniz məqamda artıq ölüm şəhadətnaməsi ilə... Artıq uşaq deyilsə, o halda məsələn 62 yaşı varsa ananın və ya hətta 59 yaşı varsa, 62 yaşı varsa artıq pensiya çıxıb 5 uşağınsa. Məsələn, sizin sualınız biraz daha dəqiqləşirsə, 59 yaşı varsa və 59 yaşında övladı dünyası dəyişibsə, artıq onun təbii ki, övladı uşaq deyil. Yəni, çünki 18 yaşında böyük ihtimalla daha 18 yaşından çox olanda, amma 18 yaşına qədər böyüdübsə, bu halda artıq həmin güzəştli hüquq əldə edir. Qaynar xəttimizdə bir dənə də sual var. Açıq ürək əməliyyatı keçirmişəm, deyir, 59 yaşım var, pensiya ala bilərəm ya yox? Heç yerdə deyir, işə götürmürlər həmin ürək əməliyyatına görə. Amma orada, yəni həmin açıq ürək əməliyyatı ona əlillik dərəcəsi verir, vermir, ona baxmaq lazım. Belə başa düşürəm ki, əlillik dərəcəsi yoxdur. Çünki bildiyiniz kimi hal-hazırda əmək qabiliyyəti itirmə faizinə uyğun olaraq əlillik dərəcəsi müəyyənləşir. Yəni, əlillik dərəcəsi varsa, bu halda onun təbii ki, iş stajına uyğun olaraq pensiya almaq hüququ yarana bilər və ya əgər hüquq yaranmırsa, əlillik dərəcəsinə uyğun olaraq müavinət almaq hüququ təbii ki, avtomatik yaranır. Amma əlillik dərəcəsi yoxsa, həmin vətəndaşımızın o halda təbii ki, adi qaydalarla, yəni əgər kişi vətəndaşımızsa 65 yaşında, xanım vətəndaşsa 64 yaşında pensiya hüququ qazanacaq. Aydındır. Təşəkkür edirik Vüqar müəllim. Studiyamıza gəlib suallarımızı cavablandırdınız. Suallar çoxdur. Qısa da olsa cavablandıra bildik. Təşəkkür edirik buna görə sizə. Əvvəlhəsə kifayət qədər qaynar xəttdə də suallar çoxdur. Çünki verilişimiz interaktiv, tamaşaçılar da oradan suallar verir. Bizim də öz suallarımızla biz də çalışdıq ki, hansısa bu formada açıq qalan məqamlara, açıq qalan suallara burada cavab tapa bilək. Bəli, davam edirik, hörmətli tamaşaçılar.